Fəaliyyətini dayandıran e-təbib mobil tətbiqlə göstərilən rəqəmsal xidmətlərin MyGov platformasına inteqrasiya olunması prosesi artıq başa çatıb. Qərar xidmətin təkrarlamasının qarşısının alınması, vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədi ilə qəbul olunub. Bununla da e-təbib MyGov platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir. Bundan sonra bu tətbiqlər vahid mərkəzdə birləşdiriləcək və vətəndaşlara bir pəncərə prinsipi ilə MyGov platforması üzərindən təqdim olunacaq. Digər dövlət qurumlarına aid platforma və mobil tətbiqlər də mərhələli şəkildə bağlanacaq. Bu proses demək olar ki, başlayıbdır. Bir neçə mobil tətbiq bağlanıb və hal-hazırda icrada olan proseslər də var ki, digər mobil tətbiq və web platformaların bağlanması istiqamətində də işlər davam edir. Qeyd edək ki, MyGov bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Şahnun Qasımova, Emin Əhmədzadə, ATV Xəbər.